Sən Allaha dəvət edirsən, bir dənə ayə qoymamısan Quran-ı Kərimdə, ayələr hamısı dəyişdirirsən, özündən bir dənə əlavə Quran çıxartmısan. Allahın Quranı filan kəsin Quranı, Allahın ayəsi filan kəsin ayəsi. Sənə kimi dindar olar, İnsanları aldadırsan, vallahi dəyərli qardaşlar və bacılar, ölkəmizin əhli, xalqımız, millətimiz belə adamlara qulaq asmayın. Adamlar sizin evladlarınızın namusunu və qiriyyətini pozmağa dəvət edir. Əxlaqsızlığa dəvət edir. Təsəvvür et ki, adam deyir ki, bir qadın fahiş ola bilər, əsas əməli salih olsun. Adam deyir ki, bir kişi başqa kişi ilə ola bilər, əsas əməli salih olsun. Adam deyir ki, bir qadın başqa qadınla ola bilər, əsas əməli salih olsun. Baxın, belə dindar ola bilər. Hansı Quranla danışır? Allahın Quranda belə şey yoxdur. Tənzilun min Rabbil aləmin. Aləmlərin Rabbi olan Allahın kitabında belə bir şey yoxdur. Əslində Allahın kitabında nə var? Fahiş işlərə qarşı ciddi mübarizə var.